Uşaqların azadlıq və şəxsi toxunulmazlıq hüququ genişləndirilir. Bu, uşaq hüquqları haqqında yeni qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən qanunla müəyyən edilmiş hallar istisna olmaqla uşaq izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Yeni qanun layihəsində uşaq hüquqları deklarativ xarakter daşımır. Eyni zamanda uşaqların real müdafiəsini və icrasını təmin edir. Və bu sənəd beynəlxalq hüquqi öhdəliklərə tam uyğundur. Ümumilikdə qanunla müəyyən edilən hallar istisna olmaqla dövlət uşaqların yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların sirrini saxlamaq hüququna təminat verir. Qanun layihəsi 8 fəsil 63 maddədən ibarətdir. Dövlət uşaq siyasətinin 6 məqsədini, dövlətin öz üzərinə götürdüyü 9 əsas vəzifəsini, uşaqların mənafelərinin üstünlüyünü təmin edən 11 əsas mexanizmi və 33 uşaq hüquq və azadlığının dövlət təminatını əhatə edir. Uşaq hüquqlarının qorunmasına dair məlumat bankının yaradılması da gündəmdədir. Layihədə çətin həyat şəraitində olan uşaqların hüquqları ilə bağlı konkret mexanizmlərinin göstərilməsi, uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısının alınması, həmin uşaqların aşkarlanması və sosial müdafiəsinin təmin edilməsi baxımından zəruridir. Son illərdə uşaq hüquqlarının qorunması, zorakılığın qarşısının alınması və sosial müdafiə mexanizmlərinin gücləndirilməsi ilə bağlı beynəlxalq standartlar yenilənib ki, bu da yeni qanunun qəbulunu zəruri edib. Əli Rızayev, Mirəziz Mirəlioğlu, Vüsalə Məmmədzadə, ASTV Xəbər.